Xeyir olsun. Deməli, bu gün keçirilən monitorinq sınaqlarının bəziləri əlimizdədir. Düzdür, sıralama düzgün deyil, yoxdur bəzi səhifələri, amma əlimizdə olanları izah etməyə çalışacağam. Bu hansı variantda məlumatım yoxdur, çəkib atıblar. Deməli, başlayaq 36-dan. Deyir ki, Əli meymun barlar üzərində tərsinə salanmış vəziyyətdə dayanıb banan yeyir. Banan onun mədəsinə necə çatır? Bilirik ki, qida ağzımızdan qida borusunun peristaltikası sayəsində gedir aşağıya doğru. Deməli, burada qida borusundakı əzəllər qidanı mədəyə doğru itələyir. Fikri düzgündür. C. 37-38-ci suallarda cavablandırın. Mühəndis eyni ölçülü 2 dənə model hazırlayır. A evinin divarları 2 qat kərpicdən tikilib, B evinin divarları 2 kərpic təbəqəsi arasında yerləşdirilmiş izolasiya köpük ilə tikilmişdir. Hər iki evin daxilində eyni temperaturda olan qızdırıcılar yerləşir. Bir neçə saatdan sonra mühəndis evləri xarici səthinin temperaturunu ölçür. O qızdırıcını söndürür, hər evin daxilindəki temperaturu ölçür. O qızdırıcılar söndürdükdən sonra B evinin içərisindəki uzun müddət isti qaldığını görür. Deməli, mühəndis apardığı tədqiqatın əsas məqsədi nədir? Baxaq, evin daxilindəki nəmişliyi ölçmək, kərpicin hansı temperaturda çatladığını tapmaq, qızdırıcının elektrik sərfiyyatını hesablamaq, divar materialının istilik itkisinə təsirini müəyyən etmək. Yəqin ki, burada D variantıdır. Divar materialının istilik itkisinə təsirini müəyyən etməkdir. 38. Yay aylarında B evinin A evinə nisbətən daha sərin qalmasının səbəbi bilirik ki, B evinə izolasiya materialı qoyublar. İzolasiya materialı kərpiclərin arasındakı boşluğu dolduraraq hava hərəkətini sürətləndirir. İzolasiya materialı daxildəki havanın temperaturunu öz-özünə aşağı salır. İzolasiya materialı divarın daxilindəki nəmişliyi azaldıb havanı sərinləşdirir. İzolasiya qatı xaricdəki istinin evin daxilinə keçməsini yavaşladır. Cavab D bəndi olacaq. 39-da deyir şərtə əsasən Mando adlı robotdur. Hərəkət eləyə bilir, batareyası yenidən doldurula bilən var, kamera və toxunuş sensorlarından istifadə edir, internetə qoşula bilir, danışa bilir. Yusif Mando'nun canlı olub-olmadığını araşdırır, çünki insani xüsusiyyətləri var demək olar. O, 3 müxtəlif mənbədən məlumat toplayır. Mənbə A deyir ki, institutun hazırladığı sənədli filmi izləyir. B mənbəsi suni intellektdən, internetdən məlumat tapır. C mənbəsində sinif yoldaşına soruşur. Mənbələrə baxsaq, bilirik ki, institutda aparılan filmlər, yəqin ki, faktı gətirilir, fərziyyələr irəli sürünüb, faktlar tapılıbdır, bir nəticəyə gəlib və film hazırlanıbdır. Yəni, süzgəçdən keçirilir, məlumat tam dəqiq və düzgün şəkildə hazırlanır. A mənbəsi daha dəqiq sayılır. Suni intellektdə bilirik ki, suni intellekt, istifadə etdiyimiz suni intellektlər %100 ümumiyyətlə düzgün cavab vermir. Yəni, dəqiq suallara belə səhvlərə yol verə bilir. Ona görə bu tam bir mənbə sayılmır. Həmişə düzgün cavab vermir. Çünki təbiət dərsində sinif yoldaşı bu haqda sadəcə öz şəxsi fikrini bildirə bilər. Konkret bir mənbə sayılmır. Ona görə burada konkret bir mənbə ola bilər ki, A mənbəsi. Yusif və Mando hərəkət edirlər. Onların kinetik enerjisi var. Onlar hansı enerjidən kinetik enerjini əldə edir? Bilirik ki, canlılar, əlbəttə ki, insan günəş enerjisindən enerji qəbul etmir. Yediyi qidadan enerjini əldə edir. Kimyəvi enerjidir və onu da kinetik enerjiyə çevirə bilir. Mando elektrik ilə işləyir. Batareyası var və batareyasında olan yüklü zərrəciklər sayəsində deyirik enerji yaradır. Ona görə D bəndi olar. Deyir ki, Əli, mən gördüm ki, kağız cıranda da forması dəyişir. Kağızı yandıranda da külə çevirərək forması dəyişir. Deməli, hər iki halda eyni proses baş verir. Əlinin bu argumentindəki əsas səhv nədir? Bildik ki, cıranda fiziki dəyişiklik proses getdi, forma dəyişdi sadəcə. Kağızı yandıranda artıq tərkib dəyişdi. Bu isə kimyəvi çevrilmədir. O kağızın tərkibindəki dəyişiklikləri nəzərə almayıb. O kağızın hansı materialdan hazırlandığını nəzərə almayıb. O kağızı cırmaq üçün sərf olunan enerjini nəzərə almayıb. O hər iki prosesi eyni müddətdə nəzərə almayıb. O ümumiyyətlə kağızın tərkibindəki dəyişiklikləri nəzərə almayıb. Ona görə cavab A olacaq. 42-ci və 43-cü sualları deyir eləyin. Yer, günəş və ay arasında keçdikdə ay tutulması baş verir. Bilirik ki, dünya günəş ətrafında dönür, eyni zamanda öz ətrafında dönərək. Ay isə yerin ətrafında fırlanır. Deməli, ay tutulması baş verir. Nə zaman baş verir? Dünya ilə günəş üçü də bir hizada, bir nizamda olanda yer kürəsi də aydan böyükdür. Ona görə daha kölcə eləyir. Nəyə görə ay tutulması günəş tutulmasından daha çox insan görür? Çünki ay yerdən böyük olduğuna görə, yerin yaratdığı kölgə daha böyük olduğuna görə günəşin tutulması
Başlayın. Deməli, harda qaldıq? Yerin yaratdığı kölgə daha böyük olduğuna görə, günəş tutulması zamanı ay daha sürətli hərəkət etdiyinə görə, ay tutulması zamanı günəş söndüyünə görə, təbii ki, yerin yaratdığı kölgə daha böyük olduğuna görə ay tutulması hamı tərəfindən müşahidə edilə bilir. Bəs günəş tutulması necə baş verir? Günəş tutulmasında da yenə ay gəlir, bu şəkildə gördüyümüz kimi ay gəlir günəşlə yerin arasında duranda günəş tutulması baş verir. Günəş yer kürəsi və ay arasından keçdikdə, yer kürəsi, günəş və ay arasından keçdikdə, Mars planeti, yer kürəsi, ay və günəş keçdikdə, ay yer kürəsi və günəş arasından keçdikcə, ona görə D bəndi. 44-cü və 45-ci sualların izahı. Biləyinizə barmaqlarınızı qoyduqda nəbzinizi hiss edə bilirsiniz. Bunun səbəbi nə idi? Bilirik ki, biz nəbzi necə duya bilirik? Arteriyaların bədən səthinə yaxın olduğu yerlərdə biz arteriyaları duya bilirik. Deməli, biləyinizdə nəbzin yaranma səbəbi nədir? Arteriyalar ürəyin döyülməsi və ritmik olaraq genişlənir və daralır. Biləkdəki sinirlər hiss edə biləcəyiniz kiçik elektrik siqnalları yaradır. Biləkdəki əzəllər qanın ürəyə qayıtması, ürək döyündükcə sümükdə hərəkət edir. Arteriyalar ürəyin döyülməsi ilə ritmik olaraq genişlənir və daralır. Ona görə dolğun cavab A bəndidir. Niyə nəbzi biləkdə hiss edə bilirik? Çünki bu nahiyədəki damarlar ürəyə daha yaxındır. Çünki bu nahiyədə qan sürətlə hərəkət edir. Çünki ürəkdən gələn arteriya bu nahiyədə dərinin səthinə yaxındır. Ona görə cavab C bəndi daha düzgün hesab edilir. Əli yarışa hazırlaşan velosipedçidir. Gündəlik məşqlərində yüksək sürətlə pedal çevirərək müxtəlif marşrutlarda sürməyi sevir. Bir gün məşq zamanı o nəfəsinin daha sürətli və dərin olduğuna fikir verdi. Bu barədə biologiya müəlliminə danışdı və o bir neçə sual verdi. Deməli, birincidə, ikincidə. Birinci nədir? Nəfəs alma prosesidir. Gördüyünüz kimi diafraqma yaslılaşıb. İkinci nəfəs vermə prosesi gördüyünüz kimi diafraqma boşalıb və yuxarıya qalxıbdır. Nəfəs alma və nəfəs vermə sürətli gedir bu prosesdə. Yazıb ki, hansı proses sürətlənər, hansı yavaşlayar? Əli burada hansı düzgün cavabı verər sizcə? Birinci proses sürətlənər, velosipedçi daha çox oksigen qəbul etməlidir. İkinci proses yavaşlayar, fiziki fəaliyyət daha çox karbon qazı xaric olunur. Hər iki proses eyni dərəcədə sürətlənir. Çünki tənəffüs sistemi həm oksigen qəbulunu, karbon qazının çıxarılması balansda saxlamalıdır. Ümumiyyətlə, tənəffüs sistemində velosiped sürürüksə, bilirik ki, əzəllər işləyir və əzəllərə daimi olaraq oksigen sərfi gedir və karbon qazı yaranır. Ona görə nəfəs alma, nəfəs vermə fikrimcə burada bərabər sürətlənər. Ona görə C bəndi. Bu qədər əlimizdə olan testlər bunlar idi. Davam olduqca, əlimizdə şəkil olduqca izahını verəcəm. Əgər hardasa səhvə yol verdimsə, rəy bölməsinə qeyd edə bilərsiniz və ya da qrupda fikir bildirə bilərsiniz səhvlərim olduqda. Sağ olun.